Hello, welcome to the SOCO 2025. How can I help you? Oktyabrın 24-ü Gülüstan Sarayında süni zəkanın sosial sahəyə tətbiqi barədə müzakirələr olacaq. Məqsəd süni intellektin sosial idarə etmə sahəsində məsuliyyətli və insan mərkəzli tətbiqini təşviq etməkdir. Keçiriləcək konfrans uzunmüddətli bir platformanın ilk addımıdır. Bu tədbir dövlət qurumlarını, texnoloji liderləri, yerli və xarici mütəxəssisləri bir araya gətirəcək. Gələcəkdə xidmətlərin rəqəmsallaşdırılmasında və sosial innovasiyaların yayılmasında əsas rol oynayacaq. Aparatçımız və bizim konfransımızı idarə edəcək. Konfransın təşkilatçılarından olan Dost Agentliyinin idarə heyətinin sədri Fərid Məmmədov deyir ki, bu tədbir ölkəmizdə ilkə imza atacaq. Konfransın ideyası ümumilikdə Dost Agentliyinin fəaliyyətindən irəli gəldi. Dost Agentliyi davamlı olaraq sosial sahədə innovasiyaların tətbiqi ilə məşğuldur və biz bu sahədə tək Azərbaycanda yox, hətta dünyada da artıq tanınmış bir təşkilat olmuşuq və Azərbaycan modeli bu sahədə artıq bir çox ölkələr tərəfindən də çox böyük rəğbətlə, çox böyük maraqla qarşılanır. Bu tədbirdə könüllülər də fəal iştirak edəcək. Prosesə cəlb olunmuş gənclər beynəlxalq konfrans təşkilində təcrübə toplayacaqlar. Könüllülər hazırlıq prosesində bir çox mərhələlərdən keçir və daha çox şeylər öyrənirlər. Belə ki, onların öyrəndiyi və keçdiyi mərhələlərdən biri də bu təlim proqramlarıdır. Təlim proqramlarında onlar ünsiyyət və kommunikasiya bacarıqlarını təkmilləşdirmək üçün bir sıra təlimlərə cəlb olunurlar. Xarici və yerli qonaqlarla mütəmadi olaraq təmasda olurlar. Bu kimi tədbirlər könüllülərin həm şəxsi, həm də peşəkar inkişafı üçün böyük töhfə verir. Onlar həm bu istiqamətdə bir çox bacarıqlara yiyələnir, həm də bunu öz gələcək peşələrində də tətbiq eləyə bilirlər. Help speakers and guests arrive on time to the sessions. Sosial Gov konfransında dünyanın 20-yə yaxın ölkəsindən nümayəndə iştirak edəcək. Konfrans vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzularını gündəmə gətirəcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, eləcə də əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq kimi mövzularda müzakirələr aparacaqlar. Sizi də orada gözləyirik.